qalxanvari ətraf vəzinin elə funksiyasından biri də ki, sümükdəki kalsiumun qana sovrulmasının birbaşa şəraitinin yaradılmasıdır. Nə zamana qədər o fürsət tanıyır bizi ki, biz oradakı sümüklərdəki kalsiumu biz qana sovruruq. Nə zaman dayanma və durma məsələsi dayanır? Axı deponun da bir bitməsi bir zamanı var, deyilmi? Biz də bununla bərabər nə isə edib o balansı tarazlamaq üçün etmiriksə, demək ki, onun da bir günündə sonuclanması gəlir. Və burada da artıq ciddi təsadüf. Məsələ o sonuclanmadır ki, osteoporozdur. Sonuclanmadır ki, kövrəlmədir. Yaşlarda necə olacaq? Doktor, bu müəyyən yaş dönəmdə bu baş veribsə, bunların nə edəcəyi və nə istifadə edəcəyi bizim o depomuza təsir edir? Yaş məsələsi də var. Müalicəsi var təbii ki. Dərman preparatları ilə dərman müalicəsi var ki, bunlar qeyd etdiyimiz kimi kalsiumu sümüklərə depolanmasının sürətini artırır. Amma qida və sağlam həyat tərzi paralel aparılmalı. İlk növbədə normal qidalanmaq, normal dediyimiz kalsium tərkibli qidalarla, zəngin qidalarla qidalanmaq, D vitaminini hər zaman istifadə etmək, təmiz havada gəzmək, yürümək. Baxın, ən gözəl müalicəsi odur, təmiz havada gəzmək, pilləkənlə qalxıb düşmək və məsələn 3-4 kiloqram ağırlıqda qantellərlə idman eləmək və təbii ki, yanaşı bir xəstəliyimiz varsa ki, biz ona görə böyrək üstü vəzin hormonların qəbul edirik, maksimum bundan uzaq durmaq və yaxud qəbul etdiyimiz dozaları azaltmaq. Təbii ki, qalxanvari ətraf vəzdə problem varsa, əgər əməliyyatlıqdırsa, əməliyyat elətdirmək.